Deməli, şokoladların üstünə aformleyin eləyirik, dekorlarını veririk. İstədiyiniz dekoru verə bilərsiniz. Xırda o rəngli konfetlərdən, ağ şokoladlardan, ürəyiniz istəyən dekoru verə bilərsiniz. Şokoladımız görürsünüz, otaq temperaturuna görə doğunur. Amma çalışıcı yox ki, bunu tamamlayaq. Biz indi bunu bu cür aformleyin eləyəndən sonra gözləyirsiniz. Siz fərqli aformleyinləri yenə də eləyə bilərsiniz. Tez işlə, şokoladla tez işləmək lazımdır. Və balaca belə, bax, kağızda, bu içəsən 2 dənədir içində. Verdim mən onu. Bax, belə korobkalara. Qəşəng konfet korobkalarına hədiyyə apara bilərsiniz. Özünüzün əl işlərinizlə təmiz, qiyməti münasib özünüzə başa gəlir. Bunların mağazada, marketlərdə qiymətləri çox yəni yüksəkdir. Amma siz öz əl dekorunuzla bu cür belə aformleyini, bir də mənə qızlar bıçaq verin, bunu qopardım buradan. Gördünüz? Belə yoğuruq. Tez şokoladla tez işləmək lazımdır. Fərqli tərkiblərlə içində. Bunun içində qozdur, şokoladdır. Şokolad görürsünüz, özü elə burada soyuducuya qoymamışıq. Amma yay müddətində, istidə siz soyuducudan istifadə edəcəksiniz. Çünki şokolad çox istini sevmir, çox da sərini sevmir. İsti müddətdə ərinmə tez olur. Amma soyuq, bax, otaq temperaturunda ola görürsünüz, otaq temperaturu şokolada uyğun deyil. Ona görə o tez doğmaları olur. Yenə sizə təkrarlayıram, 40 dərəcədə, 40 temperatura qaldırılır şokoladlar, 28-30 temperatura indirilir və qayçı mənə bu cür üstündə dekorlar vermək üçün üstünə ay kəsdiyə. Gəl tut. Özünüzün loqalarınızı, bir dənə tut burada. Özünüzün loqalarınızı çap elətdirə bilərsiniz, öz adınıza uyğun. Öz loqalarınızı çəkib edib, bu cür belə hədiyyəli korobkalarla aparın. Aydın oldu sizə. Xoşunuza gəldi. Eləyə bilərsiniz. Təmiz. Bilirsiniz ki, öz əl işinizdir. Təmizdir içi, qiyməti münasibdir. Bu cür dekorlarla gedəndə elçiliyə apara bilərsiniz.